Bəli, əziz tamaşaçılarımız, bu gün də Xırdalanın artıq nə qədər problemləri varsa, problemlər bitmir ki, buradan bitmir problemlər. Növbəti bizim çəkilişimiz burada dayanacaqdan söhbət edir ki, burada dayanacaq var idi. İnsanlar gəlirdi günəşdən qorunmaq üçün, soyuq havadan qorunmaq üçün dayanacağa daxil olurdular. İndi bu dayanacaqları sökdülər, apardılar. İndi insanlar paylaşıblar, hərəsi bir yerdə dururlar. Avtobus gəlir, marşrut gəlir, basa-bas burada yaranır. Və buradan demək istəyirəm, aynaya buradan sözümü demək istəyirəm ki, bura dayanacaq qoymaq lazımdır. Bəli, Ağsaqqal da öz fikrini söylədi, əziz tamaşaçılarımız. Xırdalanın problemləri dəyişər, insanlar yolluqdur. Əhalisi çox, şəhər ki, bizim ulu öndərimiz Heydər Əliyevin adını daşıyır. Bura Heydər Əliyev prospektidir. Siz nə fikirləş, aynaya buradan danışıram, dövlət yol polisinə danışıram. Bura dayanacaq qoymaq lazımdır. Həll eləmək lazımdır ki, insanlar əziyyət çəkməsin.